həqiqətən nankorluq pis bir sifətdir. Təsəvvür edin ki, Allah bütün misallardan ucadır. Sən övladına həyatını sərf edirsən, övladına belə deyək, ən yaxşı yeməklər yedizdirirsən, ən yaxşı evdə saxlayırsan, ən gözəl təhsil verirsən. Demək olar ki, 25 il sən övladınla məşğul olursan. Yəni, özünü belə deyək də, həyatını onlara sərf etmirsən. Bu qədər vaxtın qarşılığında, bu qədər əziyyətin qarşılığında, əgər övladların sənə şükür etməzsə, sənə təşəkkür etməzsə, sənə necə bu ağrı olar? Gedib başqasına təşəkkür etsə, gedib belə deyək də, həyat yoldaşının atasına təşəkkür etsə, öz atasına təşəkkür etməsə, sənə necə ağrı gələr bu? Necə pis gələr bu? Bu nemətləri bizə verən Allah Azza və Cəllə, bizimkilər isə gedib, üzr istəyirəm, qəbrə təşəkkür edirlər, hansısa bir pirə təşəkkür edirlər. Övlad olur, 20 ildə övladı olmur bu adamın, Allah bunu övlad bəxş edir. Bu artıq özündə məsuliyyət daşıyır ki, mən filan ocağa getmişdim, filan ocağa getmək səbəbi ilə Allah mənə övlad verdi, övlad nəsib elədi. Və gedir həmin o yerə, bəlkə də 200 kilometr, 300 kilometr həmin o yerə gedir, təşəkkür eləyir. Ey filan kəs, gəlmişdim sənin huzuruna, sən mənə uşaq nəsib elədin. Uşağı verən Allahdır. Allaha demir ki, ya Rab, bu neməti sən mənə bəxş elədin, sən verdin bu neməti mənə. Allah yaddan çıxır, gedir hansısa bir şəxsə təşəkkür edir. Həqiqətən də Allah buyurduğu kimi, innəl insənə li rabbihi ləkənud. İnsan Rəbbinə qarşı çox nankordur, çox.